Məhkəmə sistemində Köçəryan Sərkisyan mafiyası hələ də dayaqlarını saxlayır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu şəxslərin qanun pozuntusu haqda məlumatların indiyə qədər araşdırılmaması barədə danışarkən deyib. Paşinyan bildirib ki, onun baş nazir kimi yox, vətəndaş kimi sualları var. Bu şəxslərin cinayətləri ilə bağlı faktlar olduğu halda prokurorlar, müstəntiqlər 8 il ərzində niyə tədbir görməyiblər? Sərkisyanın ailəsinə məxsus olduğu deyilən şirkətlərlə bağlı bəzi hallarda cinayət işi açılıb, amma araşdırılmayıb. Yoxsa zəng edib cinayət işlərinin ləğv edilməsini tələb edən mən idim? Cavab verilməlidir. Mənim siyasi cavabım budur ki, Köçəryan Sərkisyan mafiyası hələ də məhkəmə sistemində öz dayaqlarını saxlayır. Köçəryan ailəsi təhlükəsizlik qüvvələrinin gələcəyini öncədən bilirdilər. Uşaqları da qəsdən evdə saxlayaraq silah kimi istifadə ediblər. Paşinyan qeyd edib ki, 8 ildir baş nazir olsa da oteli, sanatoriyası və milyardları yoxdur. Köçəryanın milyardlarının haradan olduğu müəyyənləşdirilməlidir. Deyirlər ki, bu biznesdir. Kimi aldadırsınız? Robert Köçəryan, Serj Sarkisyan və Qaqik Tsarukyan pensiya ilə yaşamalı, qanunsuz olan əmlakları, milyardları Ermənistan xalqına qaytarmalıdırlar. Başqa yolu yoxdur. Əgər bu baş verməsə, yeni inqilab olacaq, o bildirib. Paşinyan Tsarukyana qarşı cinayət işinin niyə araşdırılmadığına da gündəmə gətirib. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoruna, keçmiş baş prokurora, onların müavinlərinə suallar ünvanlayıb. Bəlkə pul almısınız, yoxsa düşünürsünüz ki, biz sizin arxanızca düşməyəcəyik? 2 toyuq oğurlayanları acılıqdan öldürürlər, amma bunlar rahat yaşayır. Bu işdə kimin əli varsa məsuliyyətə cəlb olunmalıdır. Onların ailə üzvlərinin əmlakı müəyyən edilməli, Toyota dilerliyi ilə əlaqəsi araşdırılmalıdır. Bütün hüquq mühafizə orqanlarının əməkdaşları bu işlərə görə məsuliyyət daşımalıdır. Bəlkə Köçəryan, Sərkisyan, Tsarukyandan pul alıblar. Kim Köçəryana onun arxasınca gələcəklərini deyir, kimlər məlumat ötürür? Məlumat sızdıranları tapacağıq. O vurğulayıb ki, dövləti talayanları əvvəllər 3 başlı canavar adlandırırdı, lakin artıq onlara 5 başlı canavar deyir. Paşinyanın sözlərinə görə Köçəryan, Sərkisyan, Tsarukyan, Karapetyan və bütün ermənilərin katolikosu canavarın başlarıdır. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.